Herkese selam. Bugün sizlerle Güven 2025 test topusundan 24. bölme, yəni halogenlər mövzusunun izahlarına baxacağıq. Gəlin başlayaq. 21-ci sual. Hansı maddələr adi şəraitdə eyni aqreqat halındadır? Yada saxmaq lazımdır ki, xlor qaz halındadır, brom maye halında, yod bərk aqreqat halındadır, flor isə qaz. Burada eyni olanlar 1, 4, yəni C variantı olacaqdır. Daha sonra ikinci sualımıza keçirik. Hansı maddə birbaşa qarşılıqlı təsirdən alınmır? Baxın, biz hidrogen mövzusunu keçən demişdik ki, hidrogen albesiblə, yəni alüminium, berilyum, silisium, fosforla reaksiya girmir. O yüzden birbaşa təsirdən alınmayacaq. O flor-2 də girməyəcək birbaşa reaksiya. Çünki yada saxlayın, kiçik bir qeyd kimi flor-2, xlor-2, brom-2, yod-2 bu bizə gələcək testlərdə lazım olacaq. O2N2, CO2N2, CO2N2, CO2N2S. Bunlarla reaksiya getmir. Yəni halogenlərimiz bu maddələrin reaksiya girmir. Bunu və yadda saxlamaq olar. On, John, Jones. Flor, xlor, brom, yod. Bu maddələr reaksiya girmir. O yüzden birbaşa tərsindən alınması mümkünatsızdır. Xlor-2O7 dediyimiz kimi birbaşa tərsindən alınması mümkünatsızdır. C-xlor-4 də həmçinin alınması mümkünatsızdır. Amma kükürdlə fosfor reaksiya girə bilər. Yəni bu maddələrin içində yoxdur. Və kükürt flor-6 alınacaqdır. 3. Bu istiqamətdə atom radiusu oksidləşdirici proton sayı necə dəyişir? Biz bilirik ki, flor ən oksidləşdirici maddədir. Güclü oksidləşdiricidir. Atom radiusu isə biz bilirik ki, qrup üzrə aşağı düşdükcə atom radiusu artır. O zaman atom radiusu artacaq. Yəni 1 artacaq. 2 oksidləşdirici azalacaq. Çünki qrup üzrə aşağı düşdükdə oksidləşdirici azalır. 3 proton sayda əgər atom radiusu artırsa təbii ki, proton sayda artacaqdır. 1 3 artır, 2 azalır. 4. Xlorun tətbiq sahəsi deyil. Suyun xlorlaşdırması təbii ki, xlorun tətbiq sahəsidir. Dezinfeksiyasına, xlorlaşmasına istifadə olunur. 2. Xorək duzun alınması. Zaten xorək duzu təbii olaraq, mineral olaraq əlimizdə olduğu üçün belə bir şeyin alınmasına sərf olunmaz xlor. 3. Sönmüş əhəngin alınmasına da heç bir sərf olunmadığı üçün cavabımızı Y götürürük. 5. Hansı maddənin iştirakı ilə H-xlor xlor-2 çevirməsi baş vermir? Bir tipli reaksiyalar var ki, xlor-2'nin alınmasından. Gəlin burada yazaq, çünki gələcəkdə də qabağımıza çıxacaq, baxacağımız testlərdə. Daha bir də yəni deməyim, təkrarlamayım. Elə buradaca yazım, qeyd edeyim. Laboratoriyada alınmaya aiddir ki, baxın burada manqan 2, kalium, xlor O3, bir də görün bizə nə verir? Kalium, manqan O4. Bunların üzərinə yanınıza saxlayın ki, HX gəldikdə laboratoriyada X-in nə olduğunu deyəcəm indi. Birincisi bunu qeyd edeyim ki, laboratoriyada flor-2 qətiyyən alınmır. Yəni siz laboratoriyada heç cür flor-2-ni ala bilməzsiniz. Sadəcə sənayedə alacağıq. Laboratoriyada alınması mümkünatsızdır. O yüzden bu X-larımız bizim, buradakı X-larımız xlor-2, brom-2 və yod-2'dir. Bunu yadda saxlayaq. Əla. Yəni bu X-lər bu olduqda bizim reaksiyalarımız gələcək və nə alınacaq? Manqan metaldır. O yüzden birləşəcək manqan X. Daha sonra həmin bu X2 qazımız sərbəst çıxacaq. Bir yanında H2O alınacaq. Digərində kalium xlor O3. Burada da deməli necə olacaq? Kalium xlor X2 H2O. Kalium manqan O4 plus HX olacaq. Kalium X, manqan X, bir də X2, bir də H2O. Məsələn, bir qısa nümunə vereyim. Daha çox xlorla biz bu reaksiyaları yazırıq. Çünki xlor daha bildiyiniz kimi həm daha oksidləşdiricidir, həm də aralarından xlor brom yoddan daha çox reaksiyası olan, daha yaxşı alınan bir maddə olduğu üçün biz laboratoriyada əsasən xlora görə gedirik reaksiyaları. Məsələn, bura H xlor yazsam, reaksiyam necə olacaq? Sizə özətə keçirəm. Manqan xlor 2, xlor 2 H2O. Kalium xlor O3 üzərinə H xlor gəldiyimizdə
alınacaq kalium xlor, xlor 2 H2O, kalium manqan O4-ün üzərinə H xlor gəldiyimizdə isə kalium xlor, manqan xlor 2, xlor 2 H2O. Burada niyə bəs H2 yazdım? Çünki bu yollarla biz təkcə xlor 2 almayacağıq, digər maddələr, yəni brom 2 yod 2-ni də ala biləcəyik. Çünki birazdan elə bir reaksiya deyəcəyik ki, sırf xlor 2-nin alınmasına aiddir laboratoriyada, yaxud da sırf yodun alınmasına aiddir. O yüzden amma bu üçü hər üçünün alınmasına aiddir. Bunu yadda saxlayaq. Bir də qeyd etməyəcəm. Yəni burada H xlordan xlor 2 çevrilməsi baş verir bu üç reaksiyada. Hamısını göstərdik. Ümid edirəm qeyd etdiniz. Getdi. Brom 2, flor 2. Aha, bir də bu qaydanı deyim. Elə. Flor, xlor, brom yod. Flor 2, xlor 2, brom 2, yod 2. Düz deyilmi? Bu ardıcılıqla gelir. Ən güclü dedik ki, oksidləşdirici flor 2, sonra xlor 2, sonra brom 2, sonra yod 2. Yəni aralarından bu oksidləşdiricilik azala gedir. O yüzden biz deyirik ki, reaksiyalarda flor 2 çıxardacaq duzundan xlor 2-ni, brom 2-ni və yod 2-ni. Yəni flor 2 bunları halidlərindən, yəni öz duzlarından çıxardacaq. Xlor 2 özündən zəiflər, yəni bromla yodu çıxardacaq. Brom 2-ni, yod 2-ni çıxardacaq. Brom 2-miz isə özündən zəifi, yod 2-ni çıxardacaq. Yod isə heç birini çıxarda bilməyəcək. Bunu da bildik, əvəz etmə reaksiyalarında lazım olur. O zaman indi baxaq. H xlor, xlor 2. Yəni gördünüz neynədir? Çıxartdı. Çıxartdısa güclüdür. Yəni flor 2 bunu bacaracaq. Amma brom bunu bacara bilməz. Daha sonra davam edirik. 6. Hansı reaksiya nəticəsində bəsit maddə alınmır? Bu reaksiyalar əvvəldən də qeyd etmişdik. Əvvəlki dərslərimizə aiddir. Bir dənə bunu təmizləyim. Aha. Deməli. 6. Hansı reaksiya nəticəsində bəsit maddə alınmır? Kalium H plus H2O əvvəldən də qeyd etdiyimiz kimi su mövzusunda kalium OH plus H2 alınır. Alınır bəsit maddə. Bayaq bu reaksiyanı yazdıq. Xlor 2 alınır, bəsit maddə alınır. Kalium xlor O3-də demişdik oksigen mövzusunda kalium xlor plus O2 alınır, yəni bəsit maddə alınır. Natrium OH plus H xlorda isə natrium xlor plus H2 alınır, bəsit maddə alınmır. Natrium NO3-ün də demişdik ki, aktiv metalların nitrat duzlarının parçalanmasından temperaturda natrium NO2 plus O2, yəni onların nitrat duzları ilə oksigen qazı alınır. Cavabımız olacaq D variantı. Aha, 7. Halogen xlor 2-mizdir. Hansı maddələrlə reaksiya girmə qabiliyyəti və yaxud da girməmə qabiliyyəti? Bunları müqayisə eləyəcəyik deməli biz. Xlor 2 dedik, burada daha çox çıxartma ilə bağlıdır. Fikir vermişdinizsə, deməli, xlor 2 X-la reaksiya girəcək, Y-lə girməyəcək. O yüzden maddələri ilə uyğunlaşdırmalıyıq. Bayaq dediyimiz kimi xlor 2 qətiyyən oksigenlə reaksiyaya girmir. O yüzden oksigeni Y yazacaq. Yəni Y-də 4 olacaq. O zaman A-nı, B-ni çıxdım. Y-ni də çıxdım. C ilə D arasında fikirləşəcəm. Burada kalsium xlor 2-nin təbii ki girəcək. Aktiv metaldır. Adi şəraitdə girəcək, reaksiya gedəcək. O yüzden bunu yazacağım mən neçəyə? X-a. Yəni cavabımız C olacaq. Digərlərinə də baxaq təbii ki. Demişdik, baxın. Kalium, brom plus xlor 2. Xlor 2 bromdan daha qüvvətlidir. O zaman bunu çıxardacaq. Kalium xlor plus brom 2 alınacaq. Çıxartdı, alındı. Yəni reaksiya getdi. Natrium flor üstə gəl. Xlor 2-yə baxaq. Bəs bu niyə getmir? Flor xlordan daha güclüdür. O zaman xlorun elə bir qüvvəti yoxdur ki, floru çıxartsın. Ona görə bu reaksiya getməyəcək. Davam edirik 8-ci sualımızdan. Xlor üçün hansı ifadələr doğrudur? Kəskin iyili boğucu qazdır. Bu ifadə doğrudur. Daha sonra baxırıq. Təbiətdə sərbəst şəkildə geniş yayılıb. Baxaq. Təbiətdə sərbəst şəkildə. Yəni xlor 2 şəklində xeyr. Biz yəni necə deyək?
Qazlar zaten bilirsiniz ki sərbəst şəkildə, yəni məsələn oksigen də var havada, azot da var. Həm cürbəcür qazlar var. Bilirik ki, biz nəcib qazlar da var. Amma bunlara sərbəst şəkildə demək biraz yəni tam olaraq düz getmir. Çünki qazlarda axı bildiyimiz kimi təbii ki, tapmaq mümkündür. Amma xlor 2 lap, yəni mümkünatsız dərəcədədir. Məsələn, oksigen də isə, azot da isə bəli olar. Biz distilləklə ala bilərik. Amma xlor 2-də bu yanlışdır. Yəni bu düzgün deyil. Oksigen ilə adi şərait reaksiyada olur. Biz bayaq demişdik ki, xlor oksigenlə reaksiyaya girmir. Ümumiyyətlə heç bir halogenlər oksigenlə reaksiyaya girmir. A variantı. 9. Hansı reaksiya natrium NO3 tərkibli duz alınmır? X-in natrium X, bir dəqiqə çox düz sayın. Natrium XO3-dür səhv etmirəmsə. Duz alınmır. Burada baxaq, flor plus natrium OH. Bu reaksiya gedəcək və bu reaksiyadan mən sizə deyim nə olacaq. Natrium flor, O flor 2 və H2O alınacaq. Xlor 2 plus natrium OH və brom 2 plus natrium OH. Bu reaksiyanın gedişatı nəyə bağlıdır? Gəlin bunu qeyd edək. Bu reaksiyanın gedişatı bunların turşularının, bunların halogenlərinin su ilə reaksiyasından asılıdır. Biz gəlin su ilə reaksiyaları yazaq. Flor 2 plus H2O bizə verir H flor plus O2-ni. Adi şəraitdə gedir, qeyd edeyim. Xlor 2 plus H2O 2 cür gedir. Adi şəraitdə girdikdə H xlor plus H xlor O. Xlor 2 plus H2O temperaturda getdikdə isə H xlor plus H xlor O3 alınır. Brom da eyni bunun kimi gedir. Yəni normalda H brom O, temperaturda isə H brom O3. Bir də qeyd edeyim, bu birləşmə özü xlorlu su adlanır, xlorla bir yerdə. Xlorlu su. Bunu da qeyd edərsiniz əlavə məlumat kimi. O yüzden buradaki xlor 2 üzəri natrium OH biz yazdığımızda xlor 2 plus natrium OH eyni məntiqlə. Biz nə demişdik? Bu qərəvi bir məhluldur, yəni sulu bir şeydir. Bu zaman bunu məntiqən düşünüb H2O yerinə qoyuruq. Sadəcə bir dənə natrium var. Yəni burada artıq H xlor deyil də yerinə natrium xlor olacaq. Yəni hidrogenin yerinə natrium var. Natrium xlor O. Bir də plus əlavə su çıxır burada. Belə. Yəni bu tipli reaksiyalar belə gedir. Həmçinin necə digərlərində də eyni məntiq. Sadəcə burada fikir verək bir dənə. Burada temperatur yazıb. Biraz şey düşüb bu. Burada da 3 olacaq çox güman ki. Temperatur yazdığı üçün artıq belə yox da belə alınacaq. Natrium xlor O3 plus H2O. Çünki biz demişdik ki xlor 2'nin və brom 2'nin temperaturda reaksiyasından üçlü üç oksigenli turşumuz alınır. O yüzden baxın 2 və 3'də alınacaq. Çünki dedik bromla xlor bunlarda eyni xassət törədir. Amma bir də alınmır. Bu reaksiyanda qeyd edərsiniz. A. 10. X2 plus H2O, HX plus HXO reaksiyasında X hansı halogen ola bilməz? Baxın, incə qeyd etdik elə. Xlor, brom eyni olur. Tipə-tip eyni olur. Amma florda biz dedik nə alınır? H flor plus O2 alınır. Yəni cavab B. 11. Uyğunluğu müəyyən edin. H2 plus xlor 2 incə ilə qeyd etdik. Çox yaxşı gedirik. Xlorlu su alınır. Kalium OH plus xlor 2. Baxın, bunu da qeyd edək. Bu da eyni məntiqdir. Yəqin ki, artıq yürüdə bilirsiniz. Natrium OH yerine kalium OH qoyacaq sadəcə. O yüzden yəni bu reaksiyonu təxmin edə bilərsiniz. Reaksiyaları yəni çox əzbərləməyə diqqət etməyin. Sadəcə məntiqini tutmağa çalışın. Çünki çox eyni məntiqlə gedir. Kalium OH plus xlor 2'də də baxın olacaq kalium xlor O plus H2O. Niyə? Çünki biz demişdik H2 ilə xlor 2'də baxın bu alınırdı. Burada da yerinə sadəcə kalium qoydum. Kalium xlor və H2O alındı. Bir də əlavə bir məlumat. Bunun adını Javel suyu da deyirlər. Bu Javel suyu da adlandırırlar. Bunu da qeyd etdik. Yəni bu da aşağıya düşdü. Kalsium OH 2 plus xlor 2. Bu da eyni məntiqdə tipə-tip. Yəni sadəcə
nə olacaq? O yüzden bunu yazmıram. Eyni məntiqdir. Yenə baxın, su xlor 2 məntiqi ilə gedirik. Buradan olacaq kalsium xlor O2 plus kalsium xlor 2 plus H2O. Bu da bu məhlul da bir yerdə, dərsdə bu məhsullar da bir yerdə ağardıcı nəhəng adlanır. Yəni bu adlarla bağlı bir testimiz idi, amma həmçinin xlorun su ilə olan hər şeyini öyrəndik. Yəni qələvlərlə də reaksiyası su ilə reaksiyanın oxşardır. Deməli, hansı variant olacaq? C variant olacaq. 12. Hansı reaksiya getmir? Burada tez baxaq. Baxın, bayaq bunu dedik. S flor 6. Bunu dedik. H flor plus O2. Yoddur bu çox güman ki gedir. H yod. Sadəcə temperaturda gedir. İndi ona baxacaq, o fərq yermi yoxsa yox. Natrium plus brom. Natrium brom alınır. Karbon plus xlor 2. Karbon olmayacaq. Niyə? Çünki biz bayaq dedik ki, bu reaksiya getməyəcək. Çünki biz nə demişdik? Demişdik flor 10, yəni oksigen, azot, xlor con, yəni karbon, oksigen, azot, brom, yəni con, yəni karbon, oksigen, azot, yod isə Jones, yəni karbon, oksigen, azot və kükürdlə reaksiya girmir. Cavabımız A olacaq. Digər reaksiyalar gedir. Hansı reaksiyada X xlor ola bilər? Baxaq. Dedik getmir, çünki karbonla xlor reaksiya getmir. Yəni burada ola bilməz, mümkünatı yoxdur. Natrium xlor plus argentium NO3. Argentium xlor çökəcək. Niyə də olmaz? Ola bilər. Burası burada nəsə yazıb, onu mən görmürəm. Natrium xlor. Burada da çünki eyni reaksiya var, amma burada altdakı yazılanlar fərqlidir. Çox güman ki, oradan cavab tutacaq. İndi baxaram onu dəqiq. S xlor 2. Bu reaksiya gedir. Gəlin bu reaksiyanı qeyd edək. S plus xlor 2 temperaturda getdikdə S2 xlor 2 alınır. Bir də üzərinə xlor 2 gəldiyimizdə S xlor 2 alınır. Bu reaksiyanı qeyd edərsiniz. Yəni bu yanlışdır. Getmirsə deməli xlor deyil. Çünki xlor da gedir. Burada da gedir, qeyd etdik. H xlorla H xlor O. Yəni xlor ola bilər. Ay üzrsən. Xlor ola bilər. Çünki xlor 2 plus H dedik ki, H xlor və H xlor O verə bilər bizə. Bu qədər. Bu ikisini də baxın. Sarımtılı yazıb burada. Burada sarı yazıb. Buna görə çox güman ki, fərqlər olacaq. Çünki bunu xlor düşünsək, argentium xlor, natrium NO3 digərində də eyni məhlul alır. Yəni burada sarı sarımtıl məntiqi olaraq səhv yola verir. O yüzden bunu biz avtomatik çıxacağıq. Cavab Y olacaq. Xlor və brom üçün eyni olan nədir? Aqreqat halı xeyr, dedik ki, xlor qazdır, brom mayedir. Getdim. Bərk halda kristal qəfəsinin tipi. Bərk halda bu bilirsiniz necə? Bərk halda kristal qəfəsinin tipi olar. Çünki biz bərk hala çevirdiyimizdə bunların hər birinin kristal qəfəs tipi eyni olacaqdır. 2. Oksigen ilə reaksiya qabiliyyəti ikisi girmir. O yüzden eynidir. Deyəcəyik ki, eynidir. 15. Maddələrin aqreqat halını müəyyən edin. Flor qaz, xlor qaz, brom maye, yod, bərk. Bunu əvvəl demişdik. A. Hansı maddənin tətbiq sahəsi doğru verilməmişdir? O3 dezinfeksiyacısı kimi bunu demişdik azında. O2 tipli oksigen yasıqların doldurulması təbii ki. H2 hidrogen xloridin sintezi bəli istifadə olunur. Xlor 2 parça və kağızın ağardılması bəli. Yaraların dezinfeksiyasına flor 2-dən yox da yod 2-dən və brom 2-dən istifadə olunacaqdır. Halogenin ümumi elektron formulunu göstərin. Halogenlər 7-ci qrup elementləridir.
Yəni valent elektronların sayı 7 olmalıdır. O da NS2 MP5 yeyəcək. 18. Halogenlərin əmələ gətirdiyi bəsit maddələrin sıxlığının onların sıra nömrəsinin asıllıq qrafikini göstərin. Aha. Bəsit maddələri yazaq. Flör 2, yəni halogenlər yazaq da bunu demək istəyirəm. Halogenlərin bəsit maddələri bunlar da bildiyimiz kimi. Bu qazdır. Qazdır, mayedir, bərkdir. Sıxlıq bura getdikcə təbii ki artacaq. Bəlkə doğru getdikcə artır da. Düz deyilmi? Onların sıra nömrələri bəs bunların nəyidir? Artır. Yəni düz asılı olacaqdır. Ona görə cavabımız C olacaqdır. 19. Hansı reaksiya baş verir? Çıxarma ilə bağlıdır. Hansı ki biz bayaq demişdik. Güclü olan özündən zəif olanı çıxardır. Bunu da elə bu sıralama ilə yada saxlaya bilərsiniz. Aşağı düşdükcə zəifləyir. Yəni bu ikisindən qüvvətlidir. Bu bundan qüvvətlidir. Bu isə hamısından qüvvətli olacaqdır. Brom xloru çıxarda bilərmi? Xeyr, sırada ondan aşağıdadır. O yüzden bu reaksiya baş verməz. Flör xloru çıxardar. Xlor bromu çıxardar. Güclüdür ondan. Amma xlor flörü çıxarda bilməz. 2, 3. D. Hansı reaksiyalar doğrudur? Biz demişdik ki, xlor comla, yəni karbon, oksigen, azotla reaksiya girmir. O yüzden bu reaksiya yanlışdır. Stibiumla xlor reaksiya girəcəkdir. Yadda saxlayın ki, aktiv metallar və stibium xlorla adi şəraitdə reaksiya girir. Yəni bu reaksiya doğrudur. Bu da S-flör 6 yazılıb. Bu da doğrudur. Bu reaksiya gedir. Yodla kükürt reaksiya girmir. Biz demişdik. Bunu yadda saxlayın da, yəni 10, John, Jones. Flör, xlor, brom, yod. Bunlarla reaksiya girmir. Qısa şəkildə kodlamanı yanına saxlaya bilərsiniz. Flör oksigenlə reaksiya girmir dediyimiz kimi. 2-3 doğru olacaqdır. Bakı variantı. 21-ə gedək. Hansı halda verilən hər iki reaksiya gedir? Yəni çıxarma reaksiyasıdır. Flör xloru çıxardacaq. Brom xloru çıxarda bilməyəcək. Flör bromu çıxardacaq təbii ki. Xlor da bromu çıxardacaq. Xlor flörü çıxartmayacaq. Həmçinin brom da flörü çıxarda bilməz. Yalnız 2 olacaq. Bakı variantı. Hansı maddələrin xlor ilə reaksiyasından kalium xlor alınır? Biz bayaq bu reaksiyanın özünü də yazdıq. Hətta silməmişəmsə göstərim. Bəli. Demişdik ki, su ilə eyni məntiqdir. Sadəcə hidrogen yerinə artıq kalium qoyuruq. Alınır yəni kalium xlor. Kalium brom üstəgəl xlor. Bir də kalium flör üstəgəl xlor. Bunlara baxacağıq. Burada çıxarma reaksiyası məntiq olacaq. Baxın. Kalium flörün üzərinə xlor gəldiyimizdə xlor flördən zəifdir. O zaman flörü çıxara bilməyəcək. Bu reaksiya getməyəcək. Amma kalium nəyin üzərinə? Kalium bromun üzərinə xlor 2 gəldikdə isə xlor bromdan güclü olduğu üçün onu çıxardacaq və kalium xlor plus brom 2 alınacaqdır. Yəni bu reaksiya gedəcək. 2-3. Y variantı. 23. Hansı reaksiyalar öz-özünə oksidləşmə reduksiya reaksiyasıdır? Baxaq. Bu reaksiya H flör plus O2'dir. Birinci reaksiya yazaq, sonra deyəcək oksidləşmə reduksiyadır. Demişdik, natrium. Soyuq deyir, diqqət edin. Soyuq deyirsə deməli temperaturda deyil. Temperatur olmadıqda biraz böyüdüm, üzülürsən, yazım, sonra keçirəcəm. Natrium xlor O plus H2O. Temperaturda gedikdə biz demişdik ki, alınacaqdır natrium xlor plus natrium xlor O3 plus H2O. Aha, belə gedir. Flör gördük ki, sıfırdan düşdü -1. Yəni nə oldu? Reduksiya olundu. H2O-dakı oksigenimiz -2-dən qalxır 0. Yəni bu bir nədir? Oksidləşmə reduksiya reaksiyasıdır. Bunu götürdüm mütləq bir şəkildə. Daha sonra baxıram. Xlor 2 plus natrium OH.
Xlor 2 sıfırdan 1 gedir -1-ə. Burada -1-dir. Burada isə olacaq deməli -1. -1, -1 disproporsiya uğrayır. Oksitləşmə reduksiya reaksiyasıdır. Öz-özünə deyir. Burada mən biraz çox oldu. Öz-özünə deyir. Diqqət eləyək. Öz-özünə yəni disproporsiya olacaqdır. Yəni elə xlorun özü, yəni həm oksitləşəcək, həm də reduksiya olacaq. Bu mənada demək istəyir sualda bizə. O yüzden bunu götürüyor, bunu götürmüyor. Çünkü buradaki bir flör, bir de oksigen iştirak eləyir. Yəni oksigen burada oksitləşir, flör reduksiya olunur. Bunu götürə bilmərik. Çünki bir dənə maddənin həm oksitləşməsini, həm də reduksiya olunmasını istəyir. 3-də də eynisi olacaqdır. Burada -1-ə düşür xlor. Burada isə -5-ə qalxır xlor. 2, 3, Y variantı olacaqdır. 24-ə keçəcəyik. Daha keçirik. Hansı reaksiyada X xlor deyil? Natrium xlorun sulu mühitdə elektrolizi biz bilirik ki, natrium OH, H2 və xlor2-dir. Buradakı X elə xlor2-nin özüdür. Buradakı da xlor2-nin özüdür. Xlor2-nin üzərinə ferum gəldi, ferum xlor3 alınır. Və yaxud bu reaksiyanın eynisini yazdıq. Xlor2-dir burada. Xlor2 plus kuprum O H2 bu reaksiya belə deyil. Yəni belə bir şey yoxdur. O yüzden bunu götürürük. Natrium brom üstəgəl xlor2-də bilirik ki, bu gedəcəkdir. Çünki xlor2 qüvvətlidir və bromu sıxışdırıb çıxaracaqdır duzundan. 25. Hansı maddənin içməli suyun dezinfeksiyasında istifadə olunur? Biz bilirik ki, dezinfeksiyada, özəllə suyun dezinfeksiyasında xlor maddəsi, yəni xlor istifadə olunur. Daha sonra 26-ya keçirik. Hansı mərhələ doğru deyil? Aha, baxaq. Xlor2-nin üzərinə kalium OH gəliblər. Biz bayaq bu reaksiyanı yazdıq. Temperaturda gəliblər. Nəzərinizə yox, temperatur deyil bu. Temperaturu burada yazdılar. Temperatur gəldikləri üçün kalium xlor O3 plus H2O alınır. Buradakı kalium xlor O3-ün üzərinə mangan O2 gəliblər temperaturda. Kalium OH xlor 2. Aha. Bu mərhələ doğru oldu da, düz deyilmi? Çünki biz dedik ki, temperaturda bəli bu reaksiya gedir. Tamamilə özü gedir. Kalium xlor üçün burada mangan O2 gəlmirlər. Fikir verin. Burada mangan O2 katalizatordur. Zaten necə gəlir? Yəni burada oksigen alınması üçün biz bu reaksiyanı yazmışdıq. Oksigen dərsimizdə demişdik ki, kalium xloratın laboratoriyada mangan O2 katalizatoru və temperatur şəraitində reaksiyası parçalanmasından kalium xlor və O2 alınır. Bu da oksigen alınması, laboratorda alınması reaksiyasına aid idi. Yəni bu reaksiyada gedir. 1-2 gedir. Hələ ki problem yoxdur. Oksigenin üzərinə flör gələ bilmirik biz. Bunu demişdik. Bayaq, daha doğrusu video başlığından demək olar ki, təkrarlayırıq. Oksigenlə flörün birbaşa reaksiyası olunur. Yəni o flör 2 bəsit maddənin birləşməsindən qarşılıqlı təsirindən alına bilmir. Keçir 27-yə. Hansı reaksiya xlorun laboratoriyada alınma üsulu deyil? Laboratoriyada demişdim, laboratoriyadadır, qeyd etmişdik. Laboratoriyadadır. Elektroliz. Elektroliz yadınızda saxlayın ki, yəni tam ki bu sualda cavab tapa bilməsəniz belə elektroliz daha çox sənayedə olur. Çünki daha əlverişlidir, daha ucuz başa gəlir. Bu reaksiyanı bayaq qeyd etməmişdik, o yüzden bunu qeyd etmək istəyirəm. Bu da xlor2-nin alınma reaksiyasına aiddir. Və yadda saxlayın ki, biz bayaq yazarkən həmin maddələrin hansı ki mangan O2, kalium mangan O2, kalium xlor O3, burada HX yazdıq. Yəni hər 3 xlor2, brom 2, yod 2 bu 3 halogen alınmasına aid idi. Amma bu kalium 2 xrom 2 O7 üzərinə yalnız H xlor gəldikdə, yəni daha doğrusu ancaq xlor 2 alınır. Yəni başqa bir şans yoxdur. Yəni başqa bir halogen alına bilməz. Və necə gedir reaksiya? Reaksiyamızda kalium xlor, xrom xlor 3, xlor 2 plus H2O alınır. Bəli, bu reaksiya belə gedir. Və laboratoriyada nəzərinizə çatdırın. Daha sonra deməli 27 olacaq de. Daha sonra 28-ə keçirik. Mangan O2. Deməli xlor2 plus natrium OH-dan da nə alınacaq? Bunu qeyd eləyək. Bu reaksiyanı demişdik zaten biz natrium xlor
natrium xlor O plus H2O alınır. Normal şəraitdə. Orada normal şərait sözü yazmışdı deyə bu. Yəni temperatur yazmamışdı. Buraya yazılmışdı normal şərait. Kitabdan da baxsaz görərsiniz. İndi uyğunlaşdırmağa çalışaq. Molekul arası oksidaşma reduksiya reaksiyasıdır. Aha, baxın diqqət edin, molekul arası deyir. Yəni nə demək? Nə deməkdir bu? Yəni hər iki molekulumda oksidaşma reduksiyaya məruz qalıb. Burada bayaq mən yadınıza gəlir seçmişdik ya biz buradakı florü ilk reaksiyanı çıxdıq. Halbuki o da oksidaşma reduksiyadır. Amma bizdən öz-özünə deyirdi burada. Yəni daha çox disproporsiyon seçirdik biz. Amma burada molekul arası deyirsə, artıq yəni bu olsaydı birincini götürərdik. Bu da həmçinin bu olacaq. Bunu götürə bilməyəcək. Çünki bu disproporsiya olur. Yəni bir dənə xlor-2 maddə mənim oksidaşır, həm də reduksiya olunur. Amma bizdən molekul arası istədiyi üçün birinci reaksiya aid olacaq ancaq. 2. Xlor həm reduksiyacı, həm oksidasiyacıdır. Bu reaksiya aiddir. Burada mənfi 1-ə, burada müsbət 1-ə. Yəni mənfi 1-ə olacaq, reduksiya olunacaq, müsbət 1-ə oksidaşacaq. Reaksiya məhlullarından biri sudur. Hər ikisində suyu qeyd etmişik. Bəsit maddə əmələ gəlir. Baxın, ancaq birinci reaksiyada, ikinci reaksiyada bəsit maddə yoxdur. 4. Xlorid turşusunun duzlu əmələ gəlir. Baxın. 1, 4, 3. Çox üzr sayın. Burada yenə baxın, xlorid turşusunun duzlu əmələ gəlir. Hər ikisinə aid olacaq. Niyə? Çünki burada manqan xlor-2-ni də unutmayaq. Xahiş edirəm özümdən. Natrium xlor O və manqan xlor-2. Yəni hər iki reaksiyamızda xlorid turşusunun duzu olacaqdır. 5. Bir daha da üzərindən getmək istəyirəm. Çox qarışıqlıq oldu bu sualda. Deməli, diqqətlə baxaq. Manqan O2 plus H xlorda manqan xlor-2, xlor-2 plus H2O alınır. Natrium OH ilə xlor-2 normal şəraitdə reaksiyasından natrium xlor O plus H2O alınır. 1. Molekular arası oksidaşma reduksiya dediyi üçün 1-i götürəcəm. Çünki burada disproporsiyadır. Yəni ancaq xlor-2 oksidləşir və reduksiya olunur. Yəni ancaq birinci reaksiya aiddir. Xlor həm oksidaşıcı, həm reduksiya edicidir. İkinci reaksiyama aiddir. Çünki həm mənfi 1, həm müsbət 1-ə oksidaşma dərəcəsi dəyişir. 3. Reaksiya məhlullarından biri sudur. Məhsullarından biri. Hər ikisinin su olduğunu görürük. Hər ikisində su mövcuddur. Ona görə 3 ortaq yazılacaq. 4. Bəsit maddə əmələ gəlir. Baxırıq ki, natrium xlor H2O. Burada bəsit maddə yoxdur. Lakin burada xlor-2 bəsit maddəmiz var. O yüzden 4 yalnız 1-ə aid olacaq. 5. Xlorid turşusunun duzu əmələ gəlir. Burada manqan xlor-2, burada natrium xlor olduğu üçün biz bunu ortağa aid edəcəyik. Belə. Keçək digər sualımıza. 29. Kalsium X2 plus Y2 alınır. Kalsium Y2 plus X2. Deməli, buradan o nəzərə görürük daha doğrusu. Burada bir əvəz etmə baş verib. Əvəz etmə baş veribsə, deməli, Y güclüymüş ki, X-dan onu duzundan çıxarıb. Bunu gəlin belə qeyd edək, güclü mənasında nəzərdə tuturuq. Burada baxaq, yəni Z çıxarıbsa, deməli, Z güclü olacaqdır. Nəinki Y2-dən. Bu iki yazdığımı birləşdirsəm, o nəticəyə gəlirik ki, qüvvətli sırası belədir. Yəni Z ən qüvvətlimiz seçməyə çalışacağıq. Z xlor, Y brom, X-də nə olacaqdır? Olacaqdır bizim yodumuz. Daha sonra 30'a baxıram. Çox güman ki, burada video bitəcək yarısına qədər. Digər yarısında digər videoda izah edəcəyəm. 30 hidrogen halogenidlər, yəni H flor, H xlor, H brom, H yod, bunlar hidrogen halogenidlər adlanır. Kütlələri bərabərdir. Bərabər verib daha doğrusu bizə. Mol sayları necə olacaq? Bunları müqayisə edəcəyikmi? Yoxsa verib bizə deyir ki, mol sayları N2 daha böyük bir mola sahib olacaq. N3, N1. Birincisi, biz bilirik ki, qrup üzrə flor-2, xlor-2, brom-2, yod-2 olaraq aşağı düşdükcə bu maddələr rast gəlirik və aşağı düşdükcə atom radiyusu artır, kütlə artır. Yəni yod-2 ağırdır.
Nəinki flor 2-dən bunu bilirik. Yəni gedə-gedə artır. Əgər kütlə çoxdursa, belə yəni məntiqi olaraq düşünəcəyik. Çünki bu tipli suallarda daha çox düşünmə üstünlükdür. Yəni hesablama aparmaq, ədəd yerinə qoyub hesablamaq təbii ki mümkündür. Cavabı alacaqsınız. Amma çox uzun gedir. Müəyyən bir kütlədir. Hər birində ortaqdır. Amma məsələn mənim bu tam ki ən az atıram hələ ki. Ən az kütləmə malikdir. Bu isə ən çoxdur. Ən çoxdur, amma kütlələri bərabərdir. O zaman bu daha az mol olmayacaqmı? Çünki daha az mol olacaq. Yəni daha az molu emeri yüksək olursa eyni qiymət. Amma burada daha çox mol olacaq ki, çünki bunun emeri aşağıdır. Gəlsin ona çatdırsın. Yəni bu riyazi mütənasiblik kimi də düşünə bilərsiniz yəni. O yüzden biz deyirik ki emeri çox olanın molu az olacaq. Emeri az olanın molu çox olacaq. Ki bunların kütlələri bərabərləşsin. Və burada bizə deyib ki N2 hamısından böyük. Yəni N2-nin deməli böyükdürsə ən az emer buradadır. Belə yazıram. Ən az emer ikincidədir. Sonra N3 də deməli emer ortadır. Yəni çox aşağı deyil. Yəni HY-dən daha böyükdür. HX-də isə emer ən kiçik mol onda olduğu üçün deməli emeri ən yüksək olan odur aralarında. O zaman baxaq. Doğru deyil. Biz bu zaman təxminlər yürüdə bilərik də, yəni deyə bilərik ki, y-imiz, h-y-imiz h-flor olsun. Çünki biz bilirik ki, h-florun emeri ən azdır. Sonra biz deyə bilərik ki, h-z-imiz h-xlor olsun. Çünki biz bilirik ki, flordan sonra emeri ən az olan h-xlordur. Sonra biz təxmin apara bilərik ki, yəni h-x-imiz h-brom olsun və yaxud da h-yod olsun. Çünki emeri ən yüksək olanlardan biridir. Yəni bu sadəcə bir təxmindir. Buna yürüdüb tapmağa çalışacağıq. Z2 maddəsi yod mənfini oksidləşdirir. Z2 maddəsi. Biz Z-i xlor götürdük. Yəni Z2-miz də olacaq xlor 2. Xlor 2. Y mənfi nədir? Flor mənfi götürdük biz. Yəni bu flor olmasa belə, yəni biz bilirik ki, bu xlordan qüvvətli olmalıdır. Çünki flor, xlor, brom yod sıralamasında biz bayaq dediyimiz kimi aşağı getdikcə kütlə artır. Bu yüzden yəni xlordan kiçik olmalıdır. Yəni yaxud da bura brom qoysaz məsələn, bromdan kiçik xlor olacaqdır. Yəni burada əslində məntiq dəyişmir. Yəni buna götürüb həll etmək olar. Xlor 2 flor mənfini oksidləşdirirmi? Bu baxaq. Flor mənfi dedikdə nəyə nəzər tutur? Bu bir halitdir. Yəni bunu düz şəklində yazıb reaksiya şəklində göstərək ki, daha anlaşılır olsun. Çünki biz həmişə reaksiya şəklində görmüşük ki, çıxartma reaksiyalarında məsələn natrium flor plus xlor 2. Yəni bu bunu nəzərdə tutur ki, bu bunu bundan çıxara bilirmi? Oksidləşdirmək nə idi? Oksidləşdirmək yəni reduksiyacılıq xassəsi. Yəni bunun oksidləşmə dərəcəsini endirə bilirmi? Təbii ki, bunu edə bilməz. Çünki xlor 2 flordan qüvvətli deyil. Flor ən güclü oksidləşdirici olduğu üçün xlor bunu edə bilməz. O yüzden bu fikir doğru deyil. Yəni bunu götür. Çünki bizdən yanlışları seçməyimizi istəyir. 2. Y, Z, X sırasında atom radiusu artır. Biz dediyimiz kimi flor 2, xlor 2, brom 2, yod 2. Aşağı doğru getdikcə radius artır. Haliyle emer de artır. Y biz ne demiştik? Flor. Z'e ne demiştik? Xlor. X'e ne demiştik? Brom. Bəli, bu tamamilə doğru ifadədir. Çünki mən Y flor dedim. X'e dərsə xlor 2'ye Z dedim. Brom 2'ye də X dedim. Aşağı düşdükcə radius artdı. Bu düzgün fikirdir. Doğru deyil. Yəni bu yanlış bir fikir deyil. O zaman bunu götürmürəm. 3. Y2 maddəsi X2 və Z2-dən daha qüvvətli oksidləşdiricidir. Y2 maddən flor 2 idi. Z2 xlor 2, X2 brom 2. Bəli, tamamilə doğrudur. Biz bilirik ki, flor 2 ən güclü oksidləşdiricidir. M qramının suda məhlulunun tam neytrallaşmasına daha çox natrium OH sərf olunan HX-dir. Aha, daha bir məntiqi düşünməyə ehtiyac olacaqdır. M qramının, yəni
bu hidrogen halogenlərin m qramının m qram suda məhlulun tam neytrallaşmasına daha çox sərf olunan natrium OH H2-dir. Buna baxaq. Biz nə demişdik? Dedik ki, emeri kiçik olanın molu çox olur. Və reaksiyada biz mola görə baxırıq. Daha çox natrium OH sərf olunması, yəni daha çox mol natrium OH. Reaksiyada biz əmsallaşdırıqda mola görə baxırıq, düz deyilmi? Mola görə baxdığımızda da, yəni mən burada çalışmalıyam ki, molu ən böyük alınanı seçim ki, daha çox natrium OH sərf olunsun. Molu ən böyük alınması üçün də emer ən aşağı olmalıdır. Emer ən aşağıda hansı idi? Biz dediyimiz kimi emer ən aşağı HY, yəni H flor idi. Bizim zənnimizcə biz axı dedik ki, Y flordur. Məsələn, Y xlor olardı, digərləri ona uyğun brom yod olardı. Amma yəni bu heç bir fərqi yoxdur zaten sualımızda. Burada H2 verib, yəni bromu verib. Bu yanlışdır. Çünki burada emer böyük olacaq, mol az olacaq. O zaman natrium OH daha az sərf olunacaq. Yəni bu yanlış fikirdir. Cavabımız 1-4 cücə variantı. Bura qədər də dinlədiyiniz üçün təşəkkürlər.